Şəmkirdə bədbəxt hadisə baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən nəfəs borusuna düşüb. 28 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır. Biləsuvarda qadın yanıq xəsarətlərindən ölüb. Yüylənova Məkürə Cavanşir qızı yaşadığı Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq ölüb. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. Gəncədə qətl hadisəsi baş verib. Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini 1994-cü il təvəllüdlü Ayşən Sadıxova bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı qadının öldüyü məlum olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.